Əmir bəy, zəhmət olmasa, öncə Azov ya Azərbaycan Öyrənci Hərəkatı haqqında qısa olsa bir məlumat verəsiniz. Yəni bu Azov nə deməkdir? Hörmətli Əsgər bəy, keçmişdə bir zəlzələ haqqında, depremlər haqqında da bir danışıq oldu da, o zaman da Sayın Əfsanə xanım Sulduzlu ilə də danışdıq bu haqda. Azov deyişimində Azərbaycan Öyrənci Hərəkatının müxtəsəri, yəni qısaltmışı Azov deyilir. Öyrənci Hərəkatı Güney Azərbaycan Milli Hərəkatının içində öyrəncilərə sırf və öyrəncilər tərəfindən yaradılan bir qrupdur. Təbii, bütün öyrənciləri təşəbbüs etmək anlamında deyildir, ancaq 1385-ci ilin əvvəllərindən fəaliyyətə başlayıb, qrup şəklində çalışmaqlarına davam verib və 1387-ci ildə nəhayət birinci dəfə olaraq həstəsi tutuqlanıb, Mərkəzi Komitəsi 6 yoldaşımıza toplam 18 il həbs verilib və s. Yəni, keçmişimizə baxanda təqribən 6 il, 7 illik bir proses vardı, bir mübarizə tarixçəsi vardır burada. İndi də təbii 87-ci ildən sonra bir sıra əmniyyəti nədənlərdən dolayı məcazi dünyada fəaliyyətimizi dayandırdıq. Ancaq 1389-cu ildən, yəni son ayından, İsfənd ayının 12-sindən tamam çətinliklərə rəğmən yenidən məcazi dünyada da çalışmamıza davam verməyə qərar aldıq. Ondan keçmişdə vardıq da, amma 89-cu ildən sonra nəzərə gəldi ki, biz artıq internet vasitəsilə də fikirlərimizi millətimizə çatdırsaq, eyni keçmişdə daha yararlı olsun millətimiz üçün. Və nəhayət çox işlər də görünübdür, indiyə qədər sıralamağa zaman çox istəyir və son işimiz də şəhid demək olar ki, elə Şəhid Nasir Xanzadənin haqqında məlumatları yığıb və millətimizə sunmaq idi ki, çox çətinlik də çəkdik gerçəkdən. İndi birazdan sonra danışacaq da Şəhid Xanzadə haqqında çox əmniyyəti problemlər gerçəkdən çox idi, gerçəkdən çox çətinlik çəkdik, amma yenə də bir başarı kimi əldə etdik, ancaq üzüntülü tərəfi də var idi ki, şəhidimizin canını əldən vermək idi. Bəli, üstədə mənə bir maraqlı bir sual daha var. Yəni bu keçəcək əsas mətləbə, amma daha bir maraqlı bir sual var mənim özüm üçün. İstədim bunu da soruşdum sizə. Bu mən Azov deyəndə, yəni bəzilər üçün belə sadəcə deyirlər, necə deyirlər? Bu sosial şəbəkələrdə, internet aləmində bu beləsinə bir nəzərə gəlir. Yəni Azov deyəndə məsələn ən çox saytı ilə məşhurdur ki, gündə yaxlaşıq 100 min, 150 min nəfərə yaxın baxıcısı vardır. Bundan əlavə, yəni internet aləmindən başqa Azovun yəni gördüyü önəmli işlərdən olubmu? Yəni yoxsa vardır, yoxsa gələcəkdə nəsə bir şey eləmək istəyirsiniz yoxsa? Doğrudur. Vəlasər və bu dediyiniz söz çox da olub, yəni özəlliklə keçən 2 ilin içində çox deyilibdir də. Bunun nədənləri 3-4 əsli, yəni önəmli nədəni vardır. Maalesef onları açıqlamaq olmur. Zamanı gələşirsə, onlar da açıqlanar ki, nədən bu söhbətlər yaranır və kimlər tərəfindəndir. Ancaq bu ki, daha doğrusu, yəni yarandığımız zamandan da buna çalışdıq artıq ki, və ola bilsin də ki, elə indi də elə ona çalışdıq ki, elə öz təriqimizlə, öz vasitəmizlə bu artıq sitə görünsün. Çünki sitə göründüyü zaman içəridə olan üyələrimizə o qədər də baskı gəlmir və o qədər də axtarılmır ki, üyələrimiz kimdirlər və xəbərlər hardan gəlir. Sitə olduğu zaman təbii sitə sorumlusu bəllidir, o da dışarıda yaşayır, bir nəfər Azova mənsub olan, əlbəttə ki, 5 nəfərimiz vardır, amma çox da bir nəfər tanınır və o da İran rejimi baskı gətirirsə də o bir nəfərin üstündə olacaqdır ölkələrdəki üyələrimizə artıq fişar gəlməyəcəkdir. Biz özümüz də buna yəni maraqlıyıq, özümüz də istəyirik ki, belə olsun da. Amma bu ki, gerçək bir qrupdur, ya sosial şəbəkələrdə yaranmış bir qrupdur. Bu haqda sanmıram tozlihat gələksin. Çünki elə sitəyə baxdığımız zaman da, məsələn, o endirim bölümünə baxdıqda kitablar, cüzvələr ki, paylaşılır, hazırlanır və içəridə olan yoldaşlar da görüblər də, əllərinə də çatıbdır ki, paylaşılır və eyni halda digər tərəfdən baxsaq da, təqribən demək olar Azov hər gün özünə aid olan 2-3 özəl xəbəri olur. İçəridə tutuqlananlar haqqında, yaxud olan aksiyalar haqqında, bildirimlərin yayılması haqqında, CD-lərin hazırlanıb yayılması haqqında, bəşər haqları güzarişləri, raporları, həftə yazıları və s. işlər bunlar
Yəqin yəni bir nəfər, iki nəfər sitədə olub çalışmaqda dəyir. Oldu. Yenə də təkid edirəm buna ki, son elə Şəhid Nasir Xanzadənin ölümünə biz baxsaq, şəhadətinə biz baxsaq, bu elə özü göstərir ki, Azov üyelərinin məsələn elə fəqət Təbriz şəhərimiz tuturuq. Vardırlar, haralarda vardılar, nə qədər də çalışqandır və harada gəlib baş çıxarda bilirlər də. Bir halda ki, nədənsə o birisi təşkilatlarımız hələ Nasir Xanzadə haqqında heç bir data, heç bir material, heç bir zat yaymayıblar da. Amma bəli, Əmir bəy, üzr istəyirəm, bağışlayın sözü kəsməli. Fəqət elə bizim də mövzumuz yəni bu gün bu haqqda olacaq. Yəni bildiyiniz kimi bu necə deyirlər, milli hərəkat da çox necə deyirlər, bəlirsiz, yəni şübhəli ölümlər, ya bəlirsiz ölümlər, ya tutuqlanmalar, həbslər, işgəncələr və təzyiqlər, yəni bu günə qədər görürük ki, günbəgün bu geçmişdən bu günə baxar kimi, yəni günbəgün artır. Və bildiyiniz kimi, yəni çoxlu bəlirsiz şəhidlərimiz olub, yəni şübhəli şəhidlərimiz olub. Bunlardan yəni tanımışıq Sayın Mühəndis Əmani olub. Ondan sonra Çingiz bəy Bəxtəvər və neçələri. Beləsinə yəni İran rejimi tərəfindən şübhəsiz ölümlərə məruz qalıblar. Biz də buradan yəni onları necə deyirlər, şəhidlərimizin qarşısında başımıza əyib onlara necə deyirlər, onların ruhu inşallah şad olar. Bir də ki, bu yaxınlarda bu geçmiş, yəni bir ay ərzində, hardasa Azər ayında Azad saytında bir məlumat yayıldı ki, bəs Nasir Xanzadə adında İran rejimi tərəfindən şəhid olub. Burada belə bir sual soruşmaq istəyirik. Nasir bəy Xanzadə, ilk öncə bunu soruşmaq istəyirik. Nasir bəy Xanzadə kim idi və şəhid olmadan öncə bu necə tutuqlanır? Yəni öncə şəhid olmadan öncə bu bildiyiniz kimi, yəni siz də məlumat vermişdiniz ki, bu öncə tutuqlanır. Bu tutuqlanması necə baş verir? Zəhmət olmasa bu barədə bir şey. Həsmən əziz və hörmətli Əsgər bəy. Şəhid Nasir Xanzadə Təbriz şəhərində təbii 40 metrdə və ondan sonra Səttarxan məhəllələrində, Yekədükan məhəllələrində və bu əldən gəlib İsfiraha yaxınlaşan yoldaşlarımız, İsfirah tərəfdə yaşayan yoldaşlarımız da yaxşı tanırlar. Şəhid Nasir Xanzadə 1366-cı ildə doğulan şəhidimiz ki 19 Azər 1300, yəni bu ilin 19 Azərində canını əldən verdi İran məmurları, mozdurları əli ilə. 1365 bağışlar, mən bir ləhzə baxdım, deyirəm, 1365-də doğulan şəhərimiz. Bu Təbriz şəhərində demək olmaz, çox bir tanınmış, çox bir aktiv, çox bir tanınmış fəal dəyildir. Bu bir gerçəkdir. Amma bizim minlərcə, hətta belə yekə düşməsə də, yüz minlərcə bizim belə bir fəallarımız vardırlar. Maalesef ola bilsin belə bir baxış yaranır bəzi yoldaşlarımızda ki, sadəcə və sadəcə hər bir milli fəal ki, bir təşkilat üyəsi olubdur, o tanınmış hesab oluna bilir. Amma gerçəkdən belə deyildir. Bizim traktor oyunlarımıza biz baxsaq, traktor oyunlarında 50 min nəfər, 60 min nəfər, gerçəkdən hər zaman 100 min nəfər hamısı gedib orada yaşasın, Azərbaycan şüarı verib, ana dilində mədrəsə şüarı verib və çoxları da tutuqlanırlar, heç bir xəbərləri də hətta bizə gəlib çatmır. Onlar da bu millətin balalarıdırlar, onlar da bu millətin çox belə dəyərli bir fəallarıdırlar və bütün yüklərin demək olar çox-çoxsunda onlar təşkil çiyinlərində. Adları, sanları heç yerə getmir, amma tutuqlanırlar, həzinələrə məruz qalırlar və bəziləri də Şəhid Xanzadə kimi canlarını əldən verirlər. Yəqinən ki, ayrı fəallar da vardılar ki, bu arada canlarını əldən veriblər, amma nədənsə xəbərləri gəlib çatmayıbdır. Şəhid Xanzadə öz məntəqəsində olan saydığım Səttarxan, Yekədükan və Nisbət tərəfində və elə belə Təbriz şəhərində bir kültürel fəal kimi tanınırdı. Quzey Azərbaycana, Azərbaycan Cumhuriyyətinə çox gedib gələn bir yoldaşımız idi. Özəlliklə gedib oradan kitabları götürüb gətirib və Təbriz şəhərində paylamağa... Üzr istəyirəm, bu kitablar ki buyurdunuz, bu kitablar nə haqda, yəni necə deyirlər, nə haqda kitablar idi? Bunların çox-çoxusu tarixi kitablar, tarixsel kitablar, nə bilim, Dədə Qorqud əfsanəsindən tutun ta elə balaca uşaqlara yazılmış ana dilində kitablardılar. Bəli. Ki, Səhənd, bir dənə balaca dükkanı vardı, Səhənd adında, evlərinin, yəni böyük qardaşının evinin kənarında, altındadır və Şəhid Xanzadə çox da orada çalışardı və orada bu bildiriləri, bu kitabları
öz əli ilə, öz həzinəsi ilə, öz parası ilə hazırlayıb və şəhərdə paylayardı. Təbii bu arada yoldaşları da vardı. Və sadəcə kitablarda deyildir. Şəhid Xanzadə keçmişdə də 2 dəfə tutuqlanmışdı aksiyalarda, milli qiyamımızda 1385-də və habelə onun il dönümündə də tutuqlanmışdılar və zindanda Dostaqda da qalmışdılar. Ancaq dedim, bəzi yoldaşlarımızın nəzərindən üçün tanınmış birisi deyildir. O üçün də o qədər həssasiyyət yaratmadı bu şəhidimizin canını əldən vermək. Ancaq Təbriz şəhərində hər kəsdən soruşsalar, təbii Şəhid Xanzadənin evi də bəllidir, çalışmaları da bəllidir. Necə ki, Yekədüşən məhəlləsində çox belə, özəlliklə milli fəallar içində və millətin içində çox etki buraxmışdır bu şəhidimizin. O şəkildə göstərməkləri ki, özünü dara asıbdır, bir yarımçılıq saxtaman içində, bir halda ki, bədənində, bir halda ki, üzündə bütün o yara yerlərin hamısı bəlli idi. Bəli. İndi mən burada belə bir sual qarşıya gəlir ki, rejimi təhdid edən nə var ki, burada tutaq milli fəallarımızı tutaq necə deyim, İran rejiminin bu qanunlarına tutaq öz yaratdığı qanunlara qarşı deyək ki, məsələn deyirlər həm bu suçdur, belə şeylər, tutuqlanmalar qoyaq kənara. Bu milli fəalların burada şəhid edilməsi və ya vəhşicəsinə qətlə yetirilməsi, bunlar nədən baş verir? Axı niyə etsin bu işləri? Doğrudur. Bu suala cavab verdiyimizdə, hörmətli Əskər bəy, bir keçmişdə, məsələn elə 4 il, 5 il bundan qabağa da baxmağımız gərəkir. Şəhidlər sıramıza baxdıqsa, hələ olar ki, tanınmış fəallarımız, çox-çox ziyalılarımızdan saysaq, məsələn şəhid Zehtabinin biz şübhəli ölümünə işarə eləyə bilərik. Ki, tamamilə bəllidir ki, İran rejimi tərəfindən Sayın Zehtabi cənabları şəhadəti çatıblar və şəhid olublar. Amma təbii əldə olan %100 sənədlərimiz yoxdur. Amma şəhidin bir filmi vardır ki, YouTube-da da vardı, şəkilləri də paylaşılıbdır o əlbəttə. Onlara elə bir baxışla insan deyə bilər ki, bu şəhidimiz Sayın Zehtabi cənabları, Profesor Zehtabi cənabları nə qədər işgəncə altında olublar və canlarını əldən veriblər. Onun sırası ilə gəlib siz işarə etdiyiniz şəhid mühəndis Əmanidir ki, 3 Alban 1387-ci ildə özü heç 2 qardaşı ilə də bərabər, 3 nəfər, 3 qardaş birdən-birə bir otomobil qəzası adı ilə canlarını əldən verirlər. Maraqlıdır, hələ də bəllidir o tərəf ki, o kamyon ki vurubdur şəhid Əmanigirin maşınlarına. O bəllidir, sürəni də bəllidir, hansı maşındır bəllidir, haranın, hansı intizami qüvvələrin maşını olduğu da bəllidir. Amma 4 ildən sonra hələ də kimsə gedib onun yaxasından tutmayıbdır ki, sən burada 3 nəfərin canını alıbsan. Hesab pəs verəcəm buna. Bunun sırası gəlir. Təxminən baxanda bizim hər il 2-3 şübhəli ölümümüz vardır. Şəhid Bəxtavər 1388-ci ildə 6 Dey ayının 6-sında dəftərlərində, iş yerlərində bədənləri cansız şəkildə tapılıbdır. Hörmətli yoldaşımız Sayın Bəxtavər, Babaş Bəxtavər də dəfələrcə buna vurğulayıblar ki, şəhid Cəngiz Bəxtavərin bədənin tapdığı zaman tam bəllidir ki, bu şəhid Bəxtavər təbii şəkildə canını əldən verməyibdir. Çox bir tanınmış bir fəalımız, çox bir dəyərli, ziyalı fəalımız idi Sayın Bəxtavər. Eyni halda gəlirik. Buranın sırası vardır. Bunların heç birinin %100 demək olmur. Amma İran rejiminin izi buralarda görsənir. Mən gəlib çatacağım sizin sualınızın cavabına ki, İran rejimi nədən bu fəallarımızı şəhid edirlər? Elə keçən ilə baxsaq da, indi Sayın rəhmətlik İbrahim Cəfərzadəyə baxdıqda, bəzi yoldaşlarımız ona da inanırlar ki, o da elə deyərlər, otomobil qəzası ilə olubdur. Çox bir normal, çox bir təbii diktator hakimiyyətlərin təbii bir sistemidir. Fəalları, müxalifləri həsr etmək, otomobil qəzası ilə deyir, maşın dəydi və canlarını əldən verdilər. Nümayişi belə bir... Nümayişi, süni şəkildə ki, bu elə maşın özü sürürdü, maşın açdı və canlarını əldən verdilər. İbrahim Cəfərzadə rəhmətlik cənabları və öz xanımısı ilə, hörmətli xanımısı və bir balaca qızı ilə canlarını keçən il əldən verdilər. Amma bu sıraya gələndə, məsələn, maşın əhvalatına desək, belə desək, buna baxsaq, məsələn, elə bu ilin içində Vərziqan millət vəkili Cənab Dehqani
doğrudur, bu İran tərəfindən onaylanmasa bu məclisə gedə bilməz. Amma depremdən sonra çoxlu dəfələrcə çox aktiv şəkildə İrana tənqidləri vardı və hər neçə gündən bir gerçəkdən millətini savunmağa çalışıb və İrana baskı gətirdi ki, orada depremdə qalan soydaşlarımız korluqdadılar, soyuqdadılar, canlarını əldən verməkdədirlər. Bəli. Və bu sırayla o qədər çoxalır ki, bir zaman birdən xəbər gəlir cənab Dehqani Tehran şəhərindən Vərziqana dönərkən yolda avtomobili aşıbdır. Özü çox ağır xəstəliyə, yəni sədəmələr gördü və bilmirəm, 1 ya 2 balaca uşağı ilə və eyni halda xanımı da canlarını əldən verdilər. Deyəsiz birdir, dəqiq bilmirəm, amma deyəsiz bir uşağı, belə az yaşlı bir uşaq idi. Az yaşlı, doğrudur. Yəni, bu da bir avtomobil qəzasıdır. Burada göstərir ki, bu arada bir məsələ vardır. Ola bilməz, yəni bu qədər də bir ittifaqı olaylar, hər il tanınmış milli fəallar gəlsin, canlarını əldən versinlər. Mən bir balaca hələ xurdad şəhidləri qalsın da, keçən neçə ilin içində mən bir baxırdım, Bəşər Haqları Quzarışına Azov tərəfindən sunulubdur. Mən bir balaca sizə bir list deyim. 87-ci ildə 9 Xurdad ayının 9-unda Qadir Sədiqi milli fəalımız əmniyyəti nirülər tərəfindən canını əldən verir. Olay necədir? Qadir Sədiqi cənabı 2 ayrı milli fəalla bir motosikletdə xiyabanda gedirmişlər. Güya əllərində bildirib ailə gedirmişlər ki, əmniyyəti qüvvələrin maşınları bunlara şək edib və bunların dalısına düşür. Bunlar saxlamırlar maşını və nəhayətdə o maşın bunların motoruna çırpır və bunlar yerə düşdükdən sonra Qadir Sədiqi cənabları canını əldən verir. Demək olur, öldürülür. O maşının da çox maraqlıdır. Maşının şumarəsi, plakı və kim sürdüyü də bəllidir. Amma yenə də hələlik heç bir kəs onun yaxasından yapışmadı. Yəni məsuliyyətə cəlb olunmayıblar. Elədir. 87-ci ilə baxdıqda 21 Xurdadda Fərhad Möhseni Nigaristan tanınmış milli fəalımız 85-ci ildə də tutuqlanmışdı və 85-ci ilində güllələnmişdi. Yəni milli qiyamda qoluna güllə dəymişdi və ondan sonra tutuqlanıb 4 ay ittilaatda infirada qalmışdı. 87-ci ildə bu şəhidimizin cənazəsi Elgölü bağında tapıldı və bədənində elektrik şokların yeri də vardı. Bunu da təbii ki, İran rejimi heç bir zaman boynuna almadı. 88-ci ilə, bir il sonraya gələr ki, şəhid Bəxtəvəri dedik. Məcid Əmiri bir şairimiz vardı. Şeirləri də sitələrdə vardır, axtarmaq da ola bilir. İçəridə çap olub və milli fəalların əldə də vardır. Dəfələrcə İran rejiminə əleyhinə yazmaqları da var, yazıları da var. Bu yoldaşımızın, bu dəyərli soydaşımızın da cəsədi iş yerində yenə tapılır. Və iş yerində buna belə bir ölüm dəlilin ki, o pezeşki qanunu deyir, həkimlər gəlib baxırlar, buna deyirlər ki, bu elə beləsində ölübdür. Bir halda ki, bu Məcid bəy Əmirinin heç bir xəstəlik sabiqəsi yoxdur. Özdə iş yerində ola bilməz ki, bir nəfər durubdur və belə canını əldən versin. Bu bir ayrı nümunə idi. 89-cu ilə baxaq, 89-cu ildə Həmid Rıza Əbdi, Təbrizi soydaşımız, öyrənci soydaşımız Şərif Universitetəsində, Tehranda Şərif Universitetəsində otağında tapılır ki, canını əldən veribdir. Bu şəhid, yəni canını əldən verən Həmid Rıza Əbdi bəy Şərif Universitetəsində türkü kilasları qurulmuş və İran rejiminə qarşı özəlliklə seçkilərdən sonra dəfələrcə etiraz etmiş. Hərasət ki gəlir, danışqanın universitetin hərasəti gəlir və bu şəhidimizin, bu canını əldən verən yoldaşımızın cənazəsini tapır. Belə deyir ki, bu özünü öldürüb siyanurla, yəni bir zəhər yeyib və zəhərlə özünü öldürüb. Bir Allah ki, oradakı olan otaqdaşları deyiblər ki, Həmid Rıza Əbdinin boğazında tam fişar, yəni 2 əllə onu boğmağı əsərləri bəlli idi. Yenə də kimsə xəbər verməyibdir ki, bu pərvəndənin sonucu hara gəlib çatıbdır. Bu da bir ayrı nümunə. Və nəhayəti gəlir 89-cu ildən mən sizə desəm, mehr ayının 8-də Əli Rza Nasiri cənabları ki, Ənbəran şəhərin keçmiş bələdiyyə başçısı idi, əmniyyəti nirlər tərəfindən canını əldən verir və şəhid olunur.
Bu şəhidimizin haqqında da bunu elə burada mən açıqlayım sizə ki, gələcəkdə, çox yaxın gələcəkdə də bu haqda da bir özəl raporumuz olacaqdır Azov tərəfindən. Bu şəhidimizin hörmətli qardaşı ilə müsahibəmiz olacaqdır və çox açıq şəkildə Pezeşki qanunun sənədləri də vardır ki, Əli Rza Nasiri cənabları Dostaqdan İttila tərəfindən Pezeşki qanunuya təhvil verildiyi zaman orada raporda yazılır ki, bu şəhidimiz hansı nədənlərdən dolayı İttilaat sillolunda şəhadətə çatıbdır. Və bu da bir ayrı nümunəsidir. Yəni orada üzr istəyirəm bu şeydə raporda ya quzarışda yazılır ki, məsələn bu İttilaatın həbsxanasında öldürülüb. Həbsxanasında elədir. Yazılır yəni orada. Açıqcasında bu İran tərəfindən verilən bir Pezeşki qanunun sənədidir ki, orada açıqcasına yazılır ki, bu işgəncə altında və elektrik şok altında olub və canın əldən verildir. Və bu da çox yaxın zamanda bu millətimizə sunacaq. Bunları mən sizə sırayla saydım ki, Cənab Xanzadə şəhidimizə yetişəm. İran rejimi təbii hər zaman əlindən hər iş gəlir. Dünyanı atom məsələsi ilə qarışdırıb, İran rejiminin içində olan çatışmamazlıqlardan dolayı da hərdən bu əsəbi histerik olaylar çox olur. Amma bunlara rəğmən millətlərin azadlıq hərəkatına gəlib yetişəndə də təqribən hamısından eyni rəftardadır. Ərəbləri öldürür, Bəlusları öldürür, Kürdləri öldürür. Amma türklərə gəldiyimiz zaman 35 milyon nüfusu olduğu üçün o qədər də bu ölüm məsələsinə girişə bilmir. Çünki yetər ki, bir milli fəalımızı tutuqlasın və açıqcasına ona ölüm hökmü versin. Mən sanmıram, yəni belə bir ittifaq olursa, mən sanıram 85-ci ildən də böyük bir qiyamə şahid ola bilərik. O üçün bu səssiz ölümlərə tərəf gedibdir İran hakimiyyəti. Bu saydığım sıralar var, çoxları da vardır ki, bizə əlimizə gəlib çatmayıbdır. Amma Şəhid Xanzadənin nədən öldürür İran hakimiyyəti raporda da vardır. Şəhid Xanzadə öz çox yaxın ailəsində olan iki İttilaat məmur tərəfindən fişar altına qoyulur. Çünki milli fəaldır və Azərbaycana gedib gəlir, fişar altına qoyulur, çox fişar altına qoyulur, çox üstünə baskı gəlinir ki, İran İttilaat qüvvələri ilə işbirlik etsin. Və bu baskılar o qədər çoxalır ki, nəhayət iki seçənək qoyulur ki, Xanzadə cənabları ya Azərbaycan dövlətinə casusluq üçün tutuqlanıb edam hökmü veriləcək, ya da ki, ikinci seçənəyi İran qüvvələri ilə işbirlik aparacaqdır. Amma Xanzadə rəhmətlik bu gənc olduğuna rəğmən bu baskıların heç birinə əyilmir, yox deyir hamısına və işlərinə davam edir və nə tənha davam edir ki, bəzi yollarla, dolaylı yollarla İttilaatda olan bir neçə sənədə, çox önəmli sənədə əl tapır. Bu sənədləri nəhayətdə qərara gəlir ki, dışarıya çıxartsın və ifşa etsin. Buraya İran qüvvələrinin xəbəri yoxdur bu olayın buraya gəlib çatdığında. Amma maalesef Xanzadə rəhmətlik demək olar bir balaca bir iştibah edir. Bu qərara gəldiyi şəxs heç bir zaman özünü nə deyim, yəni çox belə müftə özünü hesə verməyəcək, müftə tutuqlanmayacaqdır. Mütəəssifانه Şəhid Xanzadə maalesef bu iştibahı edir və 21 Azər nə bağlı bildirilər hazırlayır və o bildiriləri paylamaq istəyir. Bir neçə yoldaşlar və bu vasitə ilə də tutuqlanır Sipah əli ilə. Yəni bildirilər hazırladığı zaman tutuqlanır. Amma nə buna görə ki, yəni keçmişdə bu tutuqlanmağına görə yox, sırf elə bu bildiriləri yaymaq üçün tutuqlanır. İran, yəni Sipah tərəfindən belə bir planlı tutuqlanmaya məruz qalmır. Amma Sipaha getdiyimizdən sonra Sipah, təbii sərdə olan yoldaşlarımız çox bunu detaylə bilirlər ki, Sipahla başqa illərin fərqi çox-çoxdur. Sipaha getdiyi zaman hər bir tutuqlanan, indi oğrudan tutun gəlin ta elə bir milli fəala bir məsəl var. Getməyi adamın öz əli ilə olsa da, çıxmağı adamın öz əli ilə deyil. Yəni, ora sən getdiyindən sonra bilmirsən, sağ-sağ Xanzadə Sipah əlinin tutuqlanır, gelir oraya, orada bunun bu qərarı ki, İranın dışarıya çıxacaqdır və bu detaları əlinə çatdırılıbdır. Bu bəlli olur, faş olunur və maalesef o üçün də çoxlu işgəncələrə məruz qalır Şəhid Xanzadə ki, həm o sənədləri versin və həm də ki, o sənədləri haradan tapdığı bəlli olsun.
Üzr istəyirəm, bağışla söz kəsdim. O sənədlər dışarıya çıxa bildi yoxsa çıxa bilmədi? Aman o sənəd, yəni ifaş eləyə bildi o sənədlərlə yoxsa yox? Biraz çətin sualdır. İnşallah bunda sonralar yəni artıq bunun haqqında danışmaq ola bilər. Aha. Bəhsimizin davamına gedəsən bu sənədləri mən daha doğrusunu desəm çıxdıya çıxmadı ola bilsin ayrı bir problemlərə də nədən olsun. Başa düşdüm. Oldu. Və bu bəlli olduğundan sonra ki, bu Şəhid Xanzadənin belə bir qərarı var, çoxlu fişara məruz qalır. Sipah qüvvələrində işgəncələr çox fərqli olur. İttilaatda, infiraatda çox da rəvani işgəncə olur, amma sipahda çox da cismi, fizikal işgəncələri olduğu üçün Şəhid Xanzadə dayana bilmir bunların bəzilərinə və nəhayət 7 gün sipah əlindən, sipahda qaldığından sonra halı çox vəxim olur, çox pis duruma düşür halı. İçəridəki olan içəridən xunrizə edir, yəni iç qanaması. İç qanaması üz verir və o üçün də ittilaata təhvil verilməsi sipah tərəfindən qərar alınır. İttilaata verildiyindən sonra ittilaatdakı olan, yəni ailəsinə yaxın olan, çox yaxın olan 2 nəfər tərəfindən ailəsinə çatdırılır ki, bu şəhidimiz ittilaat əlindədir artıq və görüşmək ola bilir. İmkanı ola bilir görüşmə imkanı. Bir halda ki, təbii, o birisi fəallara bu imkan yoxdur. Amma şəhidimizin halının çox pis olduğu üçün və eyni halda bu ailəsinin çox yaxın 2 nəfərinin ittilaatda əməkdar, həmkar olduğu üçün bu imkan sağlana bilir ki, görüşmək olsun, ancaq Xanzadə haqqında heç bir məlumat verilməməlidir dışarıya və eyni halda bu da heç bir yerdə deyilməməlidir ki, Xanzadənin durumu bu qədər kötüdür. Bu qərar alınır, amma maalesef həman günün səhəri Şəhid Xanzadə demək olar kumaya gedir və nəhayət 2 gün sonra da Yeşədükan məhəlləsində bir xarab olmuş bir yarımçılıq saxtımanda bu şəhidimizi ailəsinə təhvil verirlər. Bu təhvil vermənin də özünün bir demək olar bir xatirəsi vardır. Çünki o təhvil verildiyi zamanda ki, bunun ailələrinin 2-3-nə izin verilə getsinlər, orada şəhidimizin cənazəsini alsınlar. Həmən orada o bəzi ailələrin, bəzi üyeləri, bəzi üzvləri çox israr edirlər ki, bu şəhidimiz ən azından pezeşki qanuniyə geçsib, yəni içi açılsın ki, bəlli olsun bunun ölüm nədəni nədir. Amma buna da izin verilmir. Dünyada demək olar, ölümlər və ölüləri bastırmağın çox fərqli şəkilləri vardır. İranda amma bu normaldır. Hər bir ölünü tapdığı zaman o ölünün nədən öldüyü bəlli olmalıdır. Bu nədən öldüyü bəlli olmalıdır. Neçə gün zaman aparır. Amma çox maraqlıdır ki, Şəhid Xanzadənin ayın 19-unda cəsədi təhvil verilir ailəsinə və həmən gündə bastırılır. Yəni, heç bir araşdırma, heç bir yəni, bu olan işlər, bunu aparıb mürdəşirxanada orada yumaq lazımdır, bunun ailəsi getməlidir, buna başvurmalıdır və bunun ölüm nədəni bəlli olmalıdır. Hətta yəni özəlliklə bu ki, İran rejimi tərəfindən deyilir ki, bu özünü öldürübdür. O zaman intizami qüvvələrin bir görəvi vardır. Mütləq bunun bədəni açılmalıdır, içi açılmalıdır ki, bunun özünü necə öldürməyi bəlli olsun. Amma bunların heç biri olmur. Həmən gün ki, nahar çağı təhvil verilir, axşam çağı bu şəhidimiz bastırılır. Bunun özü çox belə... Üzr istəyirəm, yəni sizin fikriniz də, yəni bu rejim tərəfindən, rejimin baskıları nəticəsində, yəni bu tezliklə, yəni bir gün ərzində həmən gün təhvil alıb, şəhidin, yəni cənazəni təhvil alıb, həmən gün bastırılmaq şübhəsiz. Yəni bu olmasaydı, təbii bəlli olacaqdı ki, Şəhid Xanzadə, çünki deyirlər ki, Şəhid Xanzadə özünü asıbdır. Yəni bu asmağın təbii bir bəlli, yəni bir nəfər özünü asırsa boynunda bir əsər qalacaqdır. Və bu asdığından sonra nə bilim bədənində işgəncələr yeri qalmamalıdır, gözlərinin altı görməməlidir və sinəsində neçə yerlə qəp-qərə olmamalıdır. Əgər bu özünü asır da özünü döyə-döyə asmır ki, bu özünü asır və bitir, qutulur, gedir. Və rejim bunları bildiyindən dolayıdır ki, həmən gün bunu bastırmağa qərar verir. Bunun ailəsindən istəyirlər neçə nəfər ki, bunu bədəni asılsın və öhdürlər tərəfindən deyilsin ki, ölümü gərsək nədəni nədir? Amma buna rejim izin vermir. Həmən gün bastırılır. Həmən gün bastırılır ki, bu Şəhid Xanzadənin haqqında heç bir raporlar hazırlanmaz. Və elə bunun özü ilə çox belə böyük bir sənəddir buna ki, rejimin bu ölümdə əli vardır.
Üzr istəyirəm, bir də belə bir şey deyək. Yəni vaxtımız əlbəttə çoxlu, necə deyirlər, söhbət maraqlıdır və çoxlu suallar da vardır. Amma mən bir nöqtəyə işarə edim burada. Yəni şəxsən mən özüm, yəni bu hadisə, yəni necə deyim, bu xəbər yayılan gündən bu hadisə mənim üçün biraz maraqlı gəldi və Azov sitəni və çoxlu sitələr, yəni Azərbaycan sitələrini belə baxırdım, yəni xəbərlərə. Burada gördüm ki, bəzi sitələr bu xəbəri təkzib və yalan elan edirlər. Və buna görə Azovu məsələn yalan məlumat yaymaqda günahkarlandırılır. Sizcə bu nədən baş verir? Ya nədən baş verir? Çox gözəl nöqtəyə bir işarə etdiniz, hörmətli Əsgər bəy. Təşəkkür edirəm. Bu xəbər İran rejimi tərəfindən inanılmırdı ki, dışarıya çıxsın. Nədən inanılmırdı? Çünki o həmən dediyim çox yaxın ailə üzvlərinin itilatda əməkdaş olduqlarından dolayı bu xəbər bastırılmış xəbər kimi nəzərdə alınmışdı və örtbasdır edib və çoxlu proqramlar da vardı. Hətta şəhidin qəbrin ayrı şəhərə aparmağı da düşünürdülər. Və bu məsələ bitibdir, gedibdir sanırdılar. O üçün birinci dəfə ki, xəbər yayıldı sitələrdə, məcazi dünyada və naqis xəbər edib. Onu da tamamilə izah vermişik ki, son güzarışda tozih vermişik ki, nədən bu 3 güzarışda, 3 raporda sunuldu millətimiz üçün. Yeni məlumat almaq üçün məcbur idik və bəzi nədənlərdən dolayı da naqis xəbərlər vermək məcburiyyətindəydik. Zamanın dar olduğu üçün mən biraz çox açıqlaya bilmirəm də. O üçün birinci balaca xəbəri biz verdiyimizdən sonra bu ki, bu xəbər bəlli olubdur, İran məmurlarını çaşdırdı. Demək olar şaşdırdı. O şaşkınlıqlardan dolayı bilmədikləri üçün ki, bu xəbər nə qədər dışarıya, eşiyə sızıbdır, bir böyük iştiba etdilər. Özəlliklə İrana bağlı olan bir neçə sitə vardır. Azərihasını mən açıq saya bilərəm. Azəriha adında bir sayt və bir-iki nəfər ki, çox belə şübhəli davrandılar bu Şəhid Xanzadənin canını əldən vermək haqqında. Bunlar birdən-birə bircə və eyni sözləri deməklə başlandılar bunu yaymağa ki, Xanzadə cənabları diridir. Bir bölümü dedilər ki, əslən Xanzadə adında bir şəxs yoxdur. Və bir bölümü də dedilər ki, yox, Xanzadə cənabları vardır və diridirlər və Xanzadənin hətta ailəsinin və özü ilə də danışıb təksriviyyəsini yayacaq. Bəzilər hətta dedilər ki, Xanzadə cənabları ilə danışıblar və Xanzadə rəhmətli çox belə təəccüb ediblər, əzəbləniblər ki, yox, o, belə bir xəbər olmaz, mən diriyəm. Bunun sırasında bir həftə sonrası ikinci rapor hazırladıqdan sonra və yayıldığından sonra İran tərəfindən bəlli oldu. Yəni İran rejimi bəlli olundu biləsinə ki, yox, bu xəbər çıxıbdır eşiyə və artıq bunu gizlətmək olmur. O üçün ikinci proqram başlanıldı. Xəbəri məsrindən münhərif etmək, ayrı yerlərə aparmaq, inhirafi bəhslər açılmaq və bu şəhidimizin xəbəri gözdən çıxarılmaq, örtbasdır etmək və eyni halda Şəhid Xanzadə ilə məsələn müsahibə etmək və nəhayəti gəldi buraya çatdı ki, indi Şəhid Xanzadəni artıq başlayırlar, ölübdür, vardır, keçmişdə də milli fəalıymış, amma indi amma qoyurlar İran məmurları tərəfindən ki, amma bu şəhidimiz mötad idi. Yəni, heç bir siyasətə uğraşan birisi deyildi, keçmişdə də tutuqlanmağı olsa da, amma indi nəhayət özün asıbdır. Bu bir mötad imiş, narkotik maddələrlə məşğul olmuş və bu yolda belə olur ki, canın əldən verir. Bu, İran tərəfindən olan həmişəki işdir, o qədər də insanı üzmür. Ancaq üzücü yeri bəlkə ora olsun ki, hətta sayın və hörmətli təşkilatlarımızın bir çoxu da bu məsələyə o cür ki, gərək müsbət yanaşmadılar və hələ də yanaşmırlar. Böyündür ya sabah ya biri gün, 2-3 gün, bu günlərdir ki, şəhidimizin 40-ıdır. Mən bildiyim qədərlə üzr istəyirəm. 20 yanvarda bu necə deyirlər? 20 yanvar məsələsi ilə bağlı bu Şəhid Xanzadənin də bir deyəsiz mərasimi keçiriləcək. Yəni bu 40 keçiriləcək Göteborg şəhərində. Mən indi bunun işim indi bir başqa bir söz soruşdum. Mən yəni bu dediyim kimi yəni bu xəbəri yəni dalca şeylərdim. Yəni
maraqlı idi mənim üçün ki, bu niyə baş verdi və niyə təəssüflər olsun ki, bəzi Azərbaycan, yəni milli hərəkatda necə deyirlər, bu qədər təşkilat və ya sitələr, saytlar vardır ki, fəaliyyət göstərirlər. Amma təəssüflər olsun ki, bu məsələ ilə bağlı o qədər də olsun, yəni maraq və ya önəm vermədilər bu məsələyə. Və hətta bir videoya mən şahid oldum. Videoda güya saytların birində güya bir şəxs, əlbəttə dəqiq adı yadımda deyil. Orada güya Nasir Xanzadənin özü ilə müsahibə aparırlar. Nə bilim, güya həmin adam deyir ki, mən Nasir Xanzadəyəm, nə bilim, ora-bura. Yəni, güya mən ölməmişəm, belə bir şey olur. Bu da bilmən, bu kim idi, nə oynuyordu, mən heç özüm də, yəni bundan başım çıxmadı bu oyundan. Doğru Əsgər bəy. Dediyiniz sayt İran Global sayt idi. Hani biz açıq deyək, o da açıq başlayıbdır bizim milli şəhidimizə ihanət etməyə. Biz də açıq deyək ki, İran Global saytında Cənab Kiyanuş təvəkkülü idi ki, bəndə adı olad Əzimi adında birisində ki, Hindistanda yaşayır. Onun vasitəsilə güya içəridə bir Xanzadə adında olan bir şəxslə danışıb və deyibdir ki, hə, gördünüz ki, indi Nasir Xanzadə ölməyibdir. Mən elə təvəkkül cənabına o zaman elə o olaydan sonra yazdım ki, belədirsə mən də sizə bir şümarə verim. Siz də Təbriz şəhərində zəh vurun, elə Kiyanuş Təvəkkülün özü ilə danışın ki, Təbriz şəhərində yaşayır. Yəni bu bir çirkin bir oyunlardılar. Güney Azərbaycanda yaşayan türk milləti, Azərbaycan milləti və elə bütünlükdə türkləri görməyə gözləri olmayan şəxslər çox soxdurlar. Opozisyon dediyimiz fars opozisyon içində. Bu da bir çirkin oyunların birisindən idi. Siz Səttərbeşli hadisəsinə baxsaz, təbii Səttərbeşdə bir veblaq yazar idi ki, işgəncə altında canı nədən verir? Ruhu şad olsun, o da şəhid hesabıdır. Amma Səttərbeşlini hara çatdırmaq istəyirlər. Amma Şəhid Xanzadə haqqında heç bir iş görmürdülər, heç. Başlayırlar da bu şəhidimizin xatirəsini, özünü ləkələndirməyə. Ləkəli və öt bastır eləməyə, yəni bu məsələ. Elədir, öt bastır eləməyə. İndi o zamanlar tamam. İndi Kiyanuş Təvəkkülü bəy, Kiyanuş Təvəkkülü cənab ağa, hər bir şəxs adını nə mənə desək, o zaman bu işi görübdür. Amma da indi bəlli olduğundan sonra ki, bu Şəhid Xanzadə canın əldən veribdir, ən azından bir məzərət istəmək, bir üzr istəmək onun borcudur. Bəli. Ən azından, əgər sədaqəti vardır. Və çoxları, opozisyon sitələrinin hansısına baxsaq, elə Balatərindən tutun ki, bütün orada farsları nümayəndəlik etdiyi bir sitəyə çevrilibdir. Ta bütün fars opozisyon sitələrinə heç birisində Şəhid Xanzadənin izinə siz şahid ola bilməzsiniz. Sadəcə bəlkə o birinci dəfə yayımlanan xəbəri yayıblar ki, orada da bir zat izafə ediblər ki, bu xəbəri biz təyid edə bilmirik. Hələlik biz bilmirik. Bir şayədir gəlib satıbdır. Bu opozisyonun bizə yanaşması idi. Qalsın ki, indi hələ milli fəalların, milli hərəkətin içində də bəzi acı olaylara şahid olduq ki, ancaq onları açıqlamaq o qədər də yaxşı olmur bəlkə. Elə öz dərdimiz öz içimizdə qalsa daha yaxşı olsun. Oldu, amma təəssüflər olsun ki, yəni milli hərəkatımızda bəzi təşkilatlar və ya bəzi sayt, yəni bu qədər siyasi sayt və ya sosial şəbəkələrdə heç kim bu məsələyə də bəziləri, necə deyim, bu məsələ ilə bağlı öz münasibətini də bildirmirlər. Amma Əmir bəy, üzrüstən vaxtımız dar olduğundan və mən bildiyim qədərlə, yəni deyəsiniz ki, bir Göteborg şəhərində bir şəhid Nasir Xanzadə ilə bağlı, yəni onun 40 mərasimi keçiriləcək. Dəqiq vaxtını bilmirəm. Yəni əgər siz bilirsinizsə onun haqqında bir məlumat verəsiniz qısaca. Tamam, həttəmən. Çox sağ olun ki, elə buna da işarə etdiniz. Yekşənbə günü sanıram, ayın 20-sində 20 yanvar, doğrudur, 20 yanvar xatirəsi ilə bərabər burada rəhmətli Xanzadə haqqında bir mərasim tutulacaq törən vardır. Ancaq bu törəndə bütün başqa şəhidlərimizin də xatirəsini yad edəcəyik. Sağ olsunlar, hörmətli Sayın Mahmud bəy Bilgin də, yəni Cadifə təşkilatda bu əməkdaş oldular. Eyni halda Azərbaycan evi, Göteborg Azərbaycan evində Sayın Arif bəy Rəhməoğlu, başqa əməkdaşları da sağ olsunlar. Çox gərsəkdən eşq olsun ki, bu şəhidimizin yad etməyə çalışırlar. Üzrüstən vaxtı və yeri nə vaxt olacaq bunu dəqiq? Valla mən yerin gərsəkdən Əsgər bəy, daha doğrusunu desəm yerin mən o qədər də bilmirəm, amma bilirəm ki saat 4-dən 8-ə qədər olacaqdır. Yerin mən
tam dəqiq yerini bilmirəm də. İndi biz çalışarıq bu haqqda, yəni tam məlumat alıb onu şeyləri məsələn. Amma son bir, yəni sonuncu sualı mən sizə soruşum. Sonuncu sual belədir. Yəni qısa vaxtımız olduğu üçün zəhmət olmasa bu barədə bir qısaca bir məlumat verəsiniz. Demək ki, son zamanlarda İran rejimi yüksək səviyyədə əməliyyat keçirir bu milli fəallarımıza qarşı və milli mədəni fəalları həbs etməyə başlayıb. Bunlar nədən və səbəbləri nədir? Bu tutuklamalar hara kimin gedə bilər? Yəni necə olacaq? Bu işin sonu yəni hara kimi gedəcək? Çox sağ olun, sualı verdiyiniz üçün. Mən onu yazmışdım da ki, bu nəhayət son sözlərdə indi əlan tutuklananlarımızın haqqında da bir balaca danışaq da. Keçən 2-3 həftənin içində bir çox milli fəalımız Güney Azərbaycanda tutuklanıblar və ya bilələrinə ehzariyə göndərilib ittila tərəfindən ki, özlərin aparıb zindana təhvil versinlər. Demək olar ki, İran rejimi artıq bir balaca bir neçə aylıq zaman verdikdən sonra yenidən bu dalğasını, tutuklama dalğasını başlayıbdır. Bunun çoxlu təhlilləri ola bilir. Bəzi də yoldaşlar inanırlar ki, gələcəkdə olan seçkilərə indidən hazırlıq aparılır İran rejimi tərəfindən. Bəziləri inanırlar ki, İran rejimi artıq dünya tərəfindən baskılara məruz qaldığından sonra içəridə heç bir dalğa yaranmasın deyə, şuriş yaranmasın deyə, qiyam yaranmasın deyə bütün aktivləri, bütün fəalları tutuklayır. Amma bu təhlil doğru olsa da bir tərəfi o qədər də doğru deyil. O zaman bu tutuklamaların Fars opozisyon, yəni Fars fəallar tərəfindən də şahid olmalıydıq. Amma elə deyil. Sadəcə biz məsələn görürük ki, ərəblərin 5 milli fəalına yenidən edam hökmü verilir və məsələn Bəluçların haqqında o qədər baskılar çoxalır. Oranın bir imam cüməsi var, sünnət əhlindəndir, sünnidir ki, o gün mən baxırdım da o da haya gəlibdir ki, bu Bəluçistanda insan qədər ərziş verilmir. Və gəlir yetişir Azərbaycana ki, 15 nəfəri ilə son 2-3 həftənin içində milli fəalları tutuklayıbdır İran hakimiyyəti. Bu göstərir ki, İran hakimiyyəti artıq qeyri-fars olan millətlərin gələcəkdə olan qiyamlarından daha da qorxur, daha da qorxuya düşübdür. Bunun bəzi tərəflərini biz bilməsək də, bəzi tərəflərinin nədənini bilirik. Elə Çıraqsın oyunlarında gedən milli fəalların sayı gündən-günə artmasa da, orada artıq milli şuurun gündən-günə artması və onlara səbəb olan milli fəallar eyni halda təşkilatlanmağa önəm verib, milli fəallar ki, içəridə təşkilatlı şəkildə çalışırlar, onların sayının gündən-günə artması və nəhayətdə də elə milli fəalları bir dəfəlik, yəni bu milli bəhsləri bir dəfəlik içəridə həll etməyə çalışır İran hakimiyyəti. Bu haqda danışmaq çox olar. Hörmətli sayın Əsgər bəy, üçün mənə bir piş zəminəsi demək olar. Yəni keçmişdən gələk ki, bu son bir ilin içində İran hakimiyyəti neçə dənə tutuklama dalğasını keçiribdir. Ancaq keçən neçə ayın içində bir boş buraxmışdı. Bu boş buraxmanı da təhlil etmək olar. Nədən boş buraxılmışdı? Ola bilsin milli fəalların artıq yavaş-yavaş fürsətdən istifadə edib üzə gəlib və sonrası bir tutuklanmaya nədən olmaq. Bunun təhlili qalsın da. Ancaq mən sizdən bir izin alacağım. Tutuklananlarımızın adını sizə deyim. Buyuruz. Bir dəfə də radiodan bunların adlarını çəkək. Əlimizdən başqa bir iş gəlmir də. Ancaq onların infiradilərdə çəkdiyi işgəncələri bəlkə bir balaca, çox bir balaca bir mərhəm olsun. Həsən bəy Ərk, Mahmud bəy Fəzli, Yürüş bəy Mehrəlibəyli, Hüzzətül-İslam Əzimi Qədim, Əziz bəy Purvəli, Məhəmməd bəy Xətibi, gənc öyrənci fəalımız, Məhəmməd bəy Əhədi, Əhməd bəy Riyazi Mübarəki, öyrənci fəalımız, Mehdi bəy Kuxyan, Mehdi bəy Sain, Mehdi bəy Həmidi Şəfiq, Oxtay bəy Vəlizadə, İbrahim Nuri bəyimiz dəfələrlə tutuklanıb, çox maraqlıdır. Bizim o fəallardanımızdandır ki, oxulda olarkən də hətta tutuklanıblar. Əmir bəy Çəməni də ki, 2 gün bundan qabaq tutuklandı və Davud bəy Əcimzadə. Eyni halda bildiyiniz kimi Səid bəy Mətinpur cənabları 8 il həbslərin keçirməkdədirlər. Fərdin bəy Muradpur 6 il həbslərin keçirməkdədirlər. Bizim bu gənc liderimiz və Yunus bəy Ağayan da ki, Ələvilərimizdəndir, hər zaman gözləri ki, bəlkə canını əldən versin və içəridə edam olunsun. Oldu Əmir bəy, təşəkkür edirəm. Amma mən indi bayaq bizim bir necə deyirlər,
dostlarımız, həmkarlarımız bu həmin bu Nasir Xanzadə ilə bağlı keçiriləcək mərasimin vaxtını dəqiqləşdirdilər. Demək ki, buradan da yəni xatırlatmaq istəyirəm. Demək bu mərasim 20 yanvarda Folket Hüsetdə saat 17-dən 21-ə qədər bir mərasim olacaq. Yəni 21 yanvar ilə bağlı və şəhidlərimizlə bağlı və bu arada yəni proqramın bir hissəsi məxsus yəni şəhid Nasir Xanzadə ilə bağlı olacaqdır. Mən də sizə çox təşəkkür edirəm vaxtınızı bizə ayırdığınız üçün. Çox təşəkkür edirəm. Bilirəm sizin işiniz yoğundur. Yəni sayt ilə bağlı bu xəbərləriniz adından. Bir daha buradan Güney Azərbaycan Səsi Radiosu olaraq sizə yorulmayasın deyirəm və təşəkkür edirəm sizə. Çox sağ olasınız sizə. Çox sağ olasınız hörmətli Əsgər bəy. Məni də bura çağırdığınız üçün yenidən sizə minnətdarlığımı bildirirəm. Sizə və belə başqa Güney Azərbaycan Səsi Radiosu əməkdaşlarına can sağlığı arzu edib yorulmasın deyirəm. Çox sağ olasınız. Təşəkkür edirəm. Hörmətli dinləyicilər, siz ilə birlikdə mən Əsgər və Azoxun sözçüsü cənab Əmir bəy Mərdanoğlu. Biz Güney Azərbaycan Səsi Radiosu olaraq İran rejimi tərəfindən milli fəalların tutuklanması və şikəncələrə məruz qalması və nəhayət bəzi soydaşlarımızı vəhşicəsinə və şübhəli qətlə yetirilməsini qınayırıq və ümid edirik ki, yaxın gələcəkdə məzlum millətimiz İran rejiminin əsarətindən qurtulub və öz bağımsızlığına qovuşa bilsin. Karanlık gecede Karasu'dan Zap suyuna giden yol. Dolunay azaplığında vatanımın ay örgüsü saçlarına vurgun düşmüşüm. Alın yazımıza vatan ve bayrak, şehitlik yazılmış. En güzel türküyü kurşun söyler özüme. Ola ki Tendürek ağdı, Cudi, Habar türkülerinde muhabbeti bulurum bir zaman. Şehadet aslanlarının savaşında. Ölümsüzlük, şehitlik, bayrak hilalinde can veren, kan veren yiğitler. Yar gönlümüze düşende çıktık dağların başına. Karanlık gecede el uzattık hilale. Vurgun yedik seher rüzgarında. Gurbet türküleriyle selam ettik yar diyarına. Savaş türkülerinde kendimizi bulduk. Vatan türküsüyle toy eyledik her zaman. Kürşat baskınlarında şehadetime destur verilirken tekbir ilahi ki bayrağındaki iman, yıldız yücelik vatan olası gönül, değilerim sensiz acep. Seninle gezerim Şavşat'ı, Kars'ı, seninle inerim Bingöl'den Van'a, Muş'tan el ederim Adıyaman'a. Ben deli sevdalar yaşarım pusu geçerken, keleş sesinde yas tutarım ölen şehitlerin ardından. Divanesi olduğum Anadolu'yu gezerken, nasibim bir kurşun olup da düşersem toprağa, eğer toprağını aşmış sabahını, damla damla düşüyorsa toprağa kan, bayraklara sarılıyorsa tabutlar, analar ağlıyorsa, yiğit erlerin